Dövlət qulluğu üzrə qəbula düşmüş belə bir qeyri-aşkar sualın izahını vermiş olacağam. Diqqətlə baxsaq, sol tərəfdə olan ədədlər 21, 15, 30 və 18 hamısı təbii ki 3-ə bölünəndir. Və bu halda biz sol tərəfi 3-ə bölə bilərik. Yəni sol tərəfi 3-ə böldükdə 7 və bu 7-nin üstünə 20 gəldikdə biz 27-ni alırıq da. Deməli sağ tərəfi nəyə vurmaq lazımdır? 2-yə vurmaq lazımdır. Digərini yoxlayaq. Bunu 3-ə böləndə 5, bunu 2-yə vuranda 16 və həqiqətən də bunların cəmi 21. 30-u 3-ə böldükdə 10, bunu 2-yə vurduqda 18, 10 və 18 cəmi 28. 18-i 3-ə böldükdə 6, 20-ni 2-yə vurduqda 40 və bu ikisinin cəmi 46. Yəni sualımızın doğru cavabı D variantı olmuş olur. Növbəti sualın da həllini siz, yəni anaqram sualı 6-cı sualın həllini rəylər bölməsində qeyd edə bilərsiniz.